Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Həftə sonunu yaşayırıqsa, bazar günlərinin dəyişilməz qonağı və dəyişilməz mövzuları var ki, hər birinizin istəklərinizi nəzərə alaq. Bugünkü proqramımızı məhz elə sizləri istəkləriniz üzərinə həyata keçirəcəyik ki, Andromed Tibb Mərkəzinin təsisçi rəhbəri və baş həkimi, androloq və ölkə üzrə ən tələbatlı dermatovenoloq androloqumuz Mirzəli doktor Cəfər Quliyev studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz doktor. Çox sağ olun. Hər vaxtınız xeyir. Çox sağ olun. Bugün proqramı istəyəcəm biraz fərqli istiqamətdən başlayım. Çünki bizim istər səhər proqramımızda, istər Gümrah Həyat Tibbi proqramımızda mütəmadi izləyicilərdən gələn sualları istəyirəm ki, uzun illərdir sizin şəxsi həyat təcrübəniz, uzun illərdir tibbi nöqteyi nəzərdə olan belə deyim, təcrübələrinizə istinadən ilk sualımız sizə bu istiqamətdə həyata keçirin ki, bəzi hallarda cəmiyyətimizdə həkimlərimizə qarşı müəyyən inamsızlıqlar var ki, bu xüsusda siz günümüzdə, bugünə qədər artıq 35 ildən çoxdur ki, bu sahədəsiniz, tibbi sahədəsiniz və yüzlərlə, minlərlə, ya da deyərdim 100 minlərlə pasientləriniz, ailələri sağlamlığa qovuşturmuşsunuz. Bu xüsusda sizdən soruşmaq istəyəcəm ki, niyə həkimlərə qarşı müəyyən inamsızlıqlar var günümüzdə və ümumilikdə peşəkar həkim-pasient münasibətləri necə qurulmalıdır? Günar xanım, verilişə dəvətinizə görə öz təşəkkürümü bildirirəm. Düzdür, həkim dalıca danışmaz, amma reallıq budur ki... Burada gəlin reallıqdan danışaq. Belə bir dövr oldu, xaos. Bəli. Həkim oldu, olmadı. Yalandan kosmetoloq özünü həkim kimi, nə bilim, plastik cərrah kimi və s. illər öncədən mən deyirəm, axı, müəyyən bir xaos bir dövr oldu. Hamı özünə həkim, hamısı xalat və s. və s. Şükürlər olsun Allaha ki, son vaxtlar artıq üzərinə düşdülər. Diplomlar yoxlanıldı, sertifikasiyalar yoxlanıldı, islahatlar aparıldı. Və məlum oldu ki, mən sizə açıq deyim, əvvəl yadınıza gəlir, verilişlərə nə qədər həkimlər çıxırdı. Amma tələb yox idi də, yəni açıq danışaq. Reallıqdır, izləyirsiniz. Amma indi həkim tapılmır, belə pis çıxmasın verilişlərə gəlməyə. Ona görə ki, sertifikatlaşdırılmış həkim azdır. Bundan əlavə, məsələn, kimi deyim, laborant həkim deyirdi, mən androloqam. Terapevt deyirdi, mən qinikoloqam. Mən açıq deyirəm də sizə. Ən çox da bu dırnaq arası kosmetoloqlar var idi. Hamısı adına doktor qoymuşdu. Gözəllik salonlarında, orada, burada kosmetologiya ilə güya məşğul olurdu. Mən həmişə onlara bir sual verirdim. Deyirdim, iynə vurdığımız yerdən keçən qan damar sisteminin topografiyasını bilirsinizmi? Deyir, topografiya nədir? Deyirdi, topografiya nədir? Yəni? Deyirdim, görürsən, bilmirsən. İynəni vurursan, bilmirsən, hara vurursan. Və yaxud tibb bacısı gəlir bizə, məsələn, işə düzəlməyə. Deyirəm, xanım, iynə, dərman, zad nə bacarsan? Hə, doktor, mən venaya iynə vururam. Deyirəm, hara vurursan venaya? Deyir, bura. Elə belə də göstərir. Deyirəm, o venanın adı nədir? Deyir, bilmirəm. Deyirəm, bəs adı bilmədiyi gün venanın hansına iynəni vurursan? Yəni, səni bu nəyə görə hazırlanmayıblar? Niyə? Bu 3 aylıq, 5 aylıq, 6 aylıq, 1 illik kurslar var. Yalandan anladılar ki, ay siz gedib medsestra işləyəcəksiniz, nə bilim nə? Tibb bacısı olacaqsınız. Tibb bacısı, amma əslində elə deyil. Yəni, onlar savadlı, ancaq kiçik tibb bacısı işləyə bilər. Yəni, təmizlik işlərinizə də baxan və s. Yəni, sözümü nəyin üstünə götürürəm? O, dediyiniz problem ki var, inamsızlıq, ondan yarandı. Məsələn, mən adam tanıyıram ki, ümumiyyətlə tibbi savadı yoxdur, amma hansısa verilişdə onu uzman həkim kimi təqdim eləyiblər. Mən bunu görmüşəm. Eləyiblər, bəli. Mən hətta zəng vurub şikayət də eləmişəm, görmüşəm ki, yox, fikir verən yoxdur. Amma indi ola bilmir. Dövlət səviyyəsində bəli, indi ola bilmir. Ona görə ki, dövlət tərəfindən artıq o, necə deyərlər, tələbat oldu, islahatlar aparıldı və nəhayət ki, hansı həkimin kim olması məlum elədi özünü. Bəli. Və bizim sahədə, daha doğrusu televiziya sahəsində sizin sözünüzə qüvvət artıq nəhayət ki, son bir il, bir il yarımdan biraz da çox həkimlərin iştirakı qəti qadağan olundu. Mən 2 il idi dad vururdum, yadınıza gəlir ki. Yadıma gəldi, doktor. Sizin sözləriniz də istinad eləyərək nəhayət ki, lazım qurumlara çatdı və sizin sözünüzə qüvvət bəzi boşluqlar var. Günümüzdə, hətta mənim öz şəxsi
verilişdən sonra sosial şəbəkəmə yazdılar ki, indi həkimlərin birbaşa özünlə danışmaq qeyri-müşkül məsələdir. Və buradan mən o həkimlərə özümü tutub qeyd edirəm ki, 35 ildən çoxdur Mirzəli doktor bu sahədədir və ölkə üzrə ən tələbatlı androloq, dermatovenoloq olmasına baxmayaraq, qapısında məlum məsələ, valla mən günortada gedəndə qapısında 40-50 pasiyent görürəm. Hər dəfəsində hələ qaldı ki, səhər saatlarında bütün suallara, bütün pasiyentlərə şəxsən özü cavab verir. Və yeganə bir nömrəsi var. Gecə saat 3-də də zəng eləsələr, təbii ki, 3-də zəng eləməyin. Səhər saatlarda, iş saatında əlaqə saxlayın. İstəyirsiniz, mən sizə göstərəm. Bu günləri 5-in yarısı mənə səhər zəng vurub biri. Səhər tezdən. Vay. İnanın sözümə. Hə, yəni onu deyirəm ki, həqiqətən də mən doktoru istər şəxsi həyatda uzun illər tanıdığım üçün, istər efir məkanlarında uzun illərdir peşəkarlığına bələd olduğum üçün deyirəm ki, həqiqətən də doktorumuz bütün suallara şəxsən özü cavab verir və bütün zənglərə, bütün pasiyentlərlə şəxsən özü ünsiyyətdə olur ki, problemi birbaşa özü alsın. İndi o qədər problemlər var ki, bir əməliyyatdan sonra və yaxud da terapevtik problem zamanı həkimə düşmək olmur. Həkimin köməkçisi, köməkçinin köməkçisi və həkimə gedib çatmaq olmur. Sanki belə bir qəribə, Allah acı getməsin, ilahiləşdirilibdir. Mən düşünürəm ki, həkim bizim dostumuz olmalıdır. Biz ona güvənərək getməliyik. Məncə düşünürəm elə sizin pasiyentlərinizin ən qısa zamanda fayda görməyinin səbəblərinin ən başlıcası öz peşəkarlığınız öz yerində, amma o doğma münasibət, isti qayğı münasibət o tamam başqa, onlara daha tez şəfalanmasının səbəbi olur. Demək, dünənləri bir xəstə girib içəri, deyir, doktor, siz buradan çıxan adamlara nə deyirsiniz? Deyirəm, nə deyirəm? Biri deyir, ağlaya-ağlaya girirdi içəri. Amma bayra çıxanda gülürdü. Elə ən gözəl dərman müalicədir. Dedim, əgər buradan da çıxanda ağlasaydı, onda mən Mirzə olmazdım. Ay, sağ olun. Yəni, belə hadisələr çox olur həqiqətən də. Ümumiyyətlə, xəstə ilə həkim özü işləməlidir. O köməkçi zad mən onu başa düşə bilmirəm. Köməkçi, nə qədər də iş olsa da. Yox, köməkçi həkim olsa, gəlib həkim olardı da. Ay, sağ olun. Üzr istəyirəm sözümə görə. Mirzə bir dənədir də. Mirzənin köməkçisi Mirzə ola bilməz axı. Mümkün deyil. O köməkçi də yoxdur məndə, şükür Allaha. Mən sizə açıq deyim, 2 klinikanın nömrəsi məndədir və Azərbaycanda və xaricdə olan bütün xəstələrimin nömrəsi. Bir dənə nömrəm var. Bir nömrə var. 050 747 57 57. Bir dənə nömrəmiz var. Mənim gecə, gündüz açıqdır. Ancaq verilişlərdə olanda söndürürəm. Məlum. Və salam. O da ki, məlum şeydir ki, üzürlü səbəbə görə çünki onsuz da verilişdə olanda mən cavab verə bilməyəcəm. Ay, sağ olun. Elə təkrar qeyd edelim, dəyərli izləyicilər, 050 747 57 57 doktorumuzun yeganə bir əlaqə nömrəsi var ki, elə izləyicilərdən gələn sualların ardınca mən qeyd eləmək istəyirəm ki, izləyicilərdən dərman preparatlarla bağlı da müraciətlər var ki, müalicə əsasında təyin edilən dərman preparatlarının keyfiyyəti və firma dərmanı olub-olmaması sualları yaradır ki, bəzi hallarda bu mövzuda fikir ayrı seçkilikləri yaranır. Bu məcunlar deyirlər, bu cinsi problemlərlə bağlı. Firma dərmanları deyən kim və yaxud da keyfiyyətli preparat, baha preparatlar, dərman preparatlarla bağlı istəyəcəm əhatəli hər kəsin bilməli olduğu məqamları var. Gülnar xanım, yaz qabağı suallar biraz şeydir, mürəkkəb suallardır. Mən qeyd edim ki, Azərbaycana gələn bütün dərmanları firmalar gətirir. Yəni, dövlət tərəfindən dərman gətirilmir Azərbaycana. Ona görə, amma firma deyilən, insanların yaddaşında qalan o firma, bilirsiniz hansı firma dərmanlarıdır? Yadınıza gəlir, bir arada həbslər də oldu, bəzi həkimlər, yəni ki, yalandan kapsula idi, içində heç nə yox idi. O firma dərmanları onlar qalıb cəmaatın beynində. Mif vardı, doğru bilən yanlış. Amma həqiqətə qalanda dərmanların aspirindən tutmuş, hər hansı bir bahalı dərman, hamısını firma gətirir. Yəni, hindi o Sovet dövranı deyil ki, bu dövlət səviyyəsində və s. Bu dərmanların hamısının preparatları firmalar gətirir və adi aspirin dediyimiz o 10 köpüklük dərmanı özü də firma dərmanı. Yəni ona görə ağlımızdakı o firma dərmanı o firma dərmanı deyil. Firma dərmanı çox vaxt o yalancı dərmanlara deyilir. Amma firma, yəni məsələn, mənə xəstə müalicə yazmışam, aptekdən zəng vurur, doktor, mən ona yazmışam 27 manatlıq dərmanı. Aptekçi zəng vurur, doktor, bu deyir, hindi gəlmir, onlar filan dərmanı yazım, deyirəm o neçə, deyir 47 manat. Deyirəm 27 manatın yerinə 47 manatlıq dərmanı niyə verməlisən? Qoy geçsin başqa aptekdən axtarsın, tapsın. Bir də mən defisit dərman, tapılmayan dərman yazmıram. Elə dərman yazıram ki, bütün apteklərdə var. Valla keçən dəfə mənim bir tanışım var idi, soruşdum ki, müalicəni necə keçir, müayinə necə keçir, deyir, valla doktor mənə 2-3 manatlıq bir dərman yazıb, dərisində bir problem var idi. Yəni sizin dərmanlarınız, yazdığınız müalicələrinizdə 2-3 manatlıq dərman var, 10 manatlıq dərman var və o firma dərmanları tendensiyasını yığışdırmaq lazım. Çünki maarifsizlik var müəyyən
müəyyən bu məqamlarda. Ona görə mən düşünürəm ki, bu cür suallar verərək Gülnar xanım, düzgün cavab alaraq maarifləndirmək elə lazımdır. xəstəliklər var ki, Sovet dönəmi zamanı o xəstəliklər yox idi. Yəni onların müalicəsi yox idi demək olar ki. Məsələn, belə götürək, sonsuzluq. Sonsuzluq üçün Sovet vaxtı hansı dərman var idi? Çox az. Yox idi. Yox idi demək olar. Demək olar ki, yox idi. Nə bilim, tək-tək preparatlar var idi, karnitin, nə bilim və s. Amma o da o deyildi. Amma bu Sovetdən sonra bütün dünya axı preparatlarından başlamışıq. Məsələn, mən sevirəm Avropa preparatlarını, Türk preparatlarını xoşlayıram, gizlətmirəm sizdən. Effektivdir deyə onların effektivdir. Ən qısa zamanda effekt verir. Yəni, burada gizlətmirəm də olanını deyirəm. Nəyə görə onları xoşlayıram? Onların içi təmiz olur, orijinal olur. Amma o bəzi dərmanlar var, o firma deyilən şeylər var. Kapsulasını açırsan, içində heç nə yoxdur. Məlum şeydir ki, yaxşı həkim heç vaxt o preparatdan istifadə eləməz. Həqiqətən də son vaxtlar məlumatlar çıxdı ki, o bəhbəh deyən, dəh-dəh deyən 150-200 manatlıq dərmanların bir çoxu çıxdı nə deyirlər ona, təmiz olmayan, onların hamısını şeydən, apteklərdən siyahıdan çıxartdılar. Doktor, yəqin siz də mənim bu sözümü təsdiqləyirsiniz ki, sizin efirlərdən sonra bizə gələn müraciətlərdə daha çox bəylərdə, eləcə də bəylərin xanımları da sual verirlərsə, bəylərdə prostat vəzi problemi ilə bağlı daha çox suallar verirlər. Bu xüsusda sizdən soruşmaq istəyirəm ki, prostat xüsusiyyətləri bağlı nələri bilməlidir insanlar və niyə prostat vəzi problemləri bu qədər günümüzdə gəncləşib və prostat problemi bu qədər artıb? Niyə? Gülnar xanım, prostat problemləri gəncləşməyib. Sadəcə olaraq 90-cı illərə qədər maarifləndirmə zəif olduğuna görə insanlar o prostat haqqında məlumat bilmirdilər nə olan şeydir. Amma bu internet və s. bu cür sosial şəbəkələr inkişaf eləyəndən sonra həkim oldu, olmadı o saytlara girib prostat haqqında məlumatlar toplayırlar. Düzdür, həkim olmayan insan onu oxuyanda artıq özündə o xəstəliyi kəşf edir və bunun özü də pis şeydir. Çünki yəni ona ruslar samovnuşeni deyir. Öz-özünə təlqin. Azərbaycanca deyirik, özü-özünə nə? Təlqin. Təlqin. Yəni bu da düzgün deyil. Bu da düzgün deyil. Çünki həkim olmayan insan əgər hansısa bir xəstəlik haqqında məlumat alırsa, mən sizə açıq deyim, saytların hamısında maarifləndirici getmir ki, orada necə deyərlər, qarmaq salıcı fikirlər də söylənilir. Ona görə bəzi insanlar onları oxuyanda fikirləşir ki, bu məndə var, bu məndə var. Baxın, mən sizə bir dənə söz deyim, gülməyin. Bax, oturmuşuq indi. Verilişin axırına qədər siz özünüzə təlqin eləyin ki, mənim başım ağrıyacaq. Ağrıyacaq, amma həqiqətən. Verilişin axırına qədər sizin başınızda ağrı başlayacaq. Yəni, insan özü-özünə təlqin edir, söylədir də, yoxdur. Və bunun nəticəsində o insan özündə artıq mərkəzi sinir sistemindən siqnallar gəlməklə o artıq bu problemi... Sanki komanda verib. Bəli. Doktor, bu problemlə, prostat problemlə tamamilə qurtulmaq mümkündürmü? Əlbəttə mümkündür. Ümumiyyətlə, prostat problemi dedikdə heç bir müalicəsiz problem yoxdur. 1000 dərd verir Allah Taala, 1001 dərman verir. Sadəcə olaraq, əgər 1000 dərdi düzgün müayinə edib müalicə edə bilirsənsə, 1001-ci dərmana ehtiyac olmur. Amma əlbəttə ki, məsələn, mən indi Mərdəkanda yerləşirəm, Beynəlxalq Bankın yanında, özünüz bilirsiniz, klinikamız oradadır. Mənim yanıma gələnə qədər xəstə şəhərdə bir 10 dənə həkimdən keçir və yaxud rayonlardan keçir. Artıq bir var ilkin xəstəliyi başlayırsan müalicə eləməyə. Bir də var 10 cürə həkimin müalicə etdiyindən sonra başlayırsan müalicə eləməyə. Bu çox çətin bir şeydir. Bundan əlavə, adi bir şey deyim. Məsələn, cinsi yolla keçən xəstəliklərdən əmələ gələn prostatitlər deyirik. O prostatitlərin özü bir neçə yerə ayrılır. Məsələn, gonoreya tipli prostatitlər. Onun müalicəsi ayrıdır. Trichomonas tipli prostatitlər. Onun müalicəsi ayrıdır. Xlamidi tipli prostatitlər, onun müalicəsi ayrıdır. Yəni, qonşumda prostat problemi var deyib, onun içdiyi müalicələri, dərmanları içməməliyik. Yox, əlbəttə. Hələ bilirsiniz, yoxlanmamış. Elə deyilənlər olur da məncə? Əlbəttə, qonşu, məsələn, filan dərmanı atır, mən də atım. O elə şey olar, onun axırını olur. Və yaxud, mən çox əksinəyəm bəzi dərman preparatlarının televizorda reklamına. Çox əksinəyəm. Ona görə ki, bəzi insanlar həmin o preparatları
televizorda reklam eləməklə bərabər insan da fikirləşir ki, həkimə nöşk edmək. Axı burada deyir ki, filan bütün şeyi qəbul televizorda edin. reklam olunan dərmanların hər birinin sonunda qeyd olunur ki, həkiminizlə mütləq tövsiyə alın. Vallahi mən Həkiminizlə eşitməmişəm. məsləhətləşin. Elə reklamda belə deyirlər ki, filan şeyi qəbul elə, nə bilim filan şey ol. Axırı da insan da elə fikirləşir ki, doğrudan da onu qəbul eləyir. Amma əslində onu qəbul eləyəndə o kişidə impotensiya əmələ gəlir. Yəni bu tamamilə fərqli şeylərdir. Ona görə dərman preparatlarının televiziya və yaxud sosial şəbəkədə reklamı mən öz fikrimi deyirəm qeyri-düzgündür. Doktor, bəs genetik rol varmı prostat problemlərində? Genetik, məsələn, atasında var, onda da. Demək, Gülnar xanım, mənim yanımda bir nəsil olub. Babasına da baxmışam, oğluna da baxmışam, nəvəsinə də baxmışam. Üçündə də prostat vəzinin ölçüləri və çəkisi böyük olub. Genetikdir onu demək, bu genetikdir. Və özləri də belə bazburutlu adamlardılar, tanınmış adamdılar. Yəni, Respublikada sadəcə mən adını çəkə bilmirəm. Əlbət. Oğlu gəldi ki, doktor, məndə getmişəm ultrasəsə, mənə deyiblər ki, prostat böyükdür. Bu bilmir axı, atası mənim yanımda olub. Deyirəm ki, bir də təzdən yoxlayıram, görürəm ki, eyni ilə atasında olan ölçülərdir. Deyirəm ki, oğlum, sən paponda da belə bir şey olub, babonda da olub. Bunların ikisini də mən müalicə eləmişəm. Səndə də həmin problemdir, bu böyümə deyil. Bu sizdə genetikdir. Və simptomlarını deyirəm. Sidiyə çıxanda yandırmon var, yox. Gecələr sidiyə durursan, yox. Narahatçılığın var, yox. Cinsi fəaliyyətin normaldır. Deyirəm, görürsünüz, prostatın acın olmasa səndə heç bir simptomu yoxdur. Sadəcə olaraq bu genetikdir, sortum budur. Belə pis çıxmasın. Bəli. Mən sizə açıq deyim, hətta qadınlarda da var. Mən ailə tanıyıram ki, ana 7 ildən bir hamilə qalıb doğub, eyni ilə qızı gedib 7 ildən bir hamilə qalıb doğub. Yəni olur da belə şeylər. Hətta qadınlarda aylıq adət hallarda. Allahla biz Allahlıq eləyə bilmərik. Yəni bunu inkar eləyə bilmərik ki, bizi yaradan Allah Taala'dır. Əlbət. Və orqanizmdə heç bir orqanı artıq... Bəs cinsi həyat və prostat, bu məfhumların bir-birinə əlaqəsi necə? Cinsi həyat və prostat. Cinsi həyat, prostat, bunlar biri-birindən asılı bir şeydir. Əgər insan normal cinsəl həyatını sürmürsə, məlum şeydir ki, onda prostatda durğunluq əmələ gələcək. Prostatda durğunluq əmələ gəldikdə, əgər gec-gec cinsi əlaqədə olduqda, onda artıq başlayır durğunluq əmələ. Durğunluq əmələ gəlməklə bərabər bir balaca da iltihabı proses qoşulur ona, başlayır kalsinatlar əmələ gəlməyə. Kalsinatlar əmələ gələndə normal həkimə gedəndə o müalicə olunur, amma mən efir vasitəsilə deyim ki, kalsinatlar heç bir vasitə ilə müalicə olunmur. Kalsinatlar sadəcə olaraq xəstə müalicə olunur ki, o kalsinatların fəsadı yaranmasın. Əgər o kalsinatlı xəstəni naşı bir uroloq və yaxud dırnaqarası hansısa bir həkim durub masaj eləyə prostatın masajını, siz bilin ki, həmin o insanda bir müddətdən sonra onkoloji xəstəlik qapısını döyüb. Niyə? Burada da səbəb var. Ona görə ki, prostatın daxilində olan kalsinatlar ülgüc kimi olur. Həmin onu prostatı masaj eləyəm. Ümumiyyətlə onu qeyd edim ki, prostatın masajı 20 ildən çoxdur ki, dünyada qadağan olunub. Onu burada kimsə eləyirsə, deyim, bilim sizə, bu cinayətkardır. Doktor, cinayət. Amma indi eləyən var da, indi olur belə şeylər. Amma edirsə, əgər xəstə, məsələn, bizdə sanatoriya var, adını deməyəcəm. Orada bəzi uroloqlar var idi. Gələn xəstəni yoxlamadan prostatlı masaj eləyirdilər. Və nəticədə nə olur? 3-6 aydan sonra həmin o xəstələrdə, yaşlılarda həm də söhbət gedir. 3-6 ay ərzəndən sonra onkoloji prostat əşkar olunurdu. Niyə? Ona görə ki, ultrasəs müayinəsindən keçməmiş insanı, prostatını masaj etmək olmaz. Ümumiyyətlə olmaz. Amma yəni edirsə də o ultrasəs müayinəsindən keçməlidir ki, ondan sonra o masaj olunsun. Və bayaq söylədiyim kimi, hətta cinsi yolla keçən infeksiyalardan yaranan prostatitlər zamanı, əgər xəstə düzgün müayinə və müalicə almırsa, həmin o fəsad kimi kalsinatlar əmələ gəlir ki, o kalsinatlar da gələcəkdə sonsuzluğa gətirib çıxara bilir, cinsi zəifliyə gətirib çıxara bilir və
Xəstə deyir ki, doktor, mən otururam, elə bilirəm ki, düz bağırsaq tərəfimdə yandırma, göynəmə, narahatçılıq var. Axı, prostat orada deyil, deyirəm, elə prostat oradadır. Çoxsa elə bilir ki, prostat göbəkdən aşağı nahiyədədir. Qasıq nahiyəsində. Xeyr, orada deyil. Prostatın o ultrasəs baxanda oradan baxır, 25 sm dərinə baxır. Əslində prostat vəzi düz bağırsağın üstündə sidik hissəsinin altında yerləşir. Doktor, bax, prostat xərçəngi, günümüzdə prostat xərçəngi də çoxdur, gəlin real danışaq. Və mən çox gözəl bilirəm ki, sizdə hər hansı bir xərçəngə şübhə olduğu təqdirdə istiqamətləndirsiniz bütün pasientlərinizi Milli Onkoloji Mərkəzə ki, belə də olmalıdır sizin sözünüzdə qüvvət. Bəs bu xərçəngə sağaldıqdan sonra androloq baxışı və mütəmadi androloqun qəbullarında olmaq? Xeyr, Gülnar xanım, əgər onkoloji xəstəlik aşkarlanıbsa, əgər onkoloji xəstəxanaya göndərilibsə, ondan o yana artıq onkoloqdur. Bizim ixtiyarımız yoxdur. Düzdür, bəzi, mən sizə açıq deyim, bəzi prostatın adenomaları var ki, məsələn, PSA 30-dan yuxarı və s. Bəzi uroloqlar alladır onu ki, gəl mən səni əməliyyat eləyim, əkməyə göndərəcəyəm, dırnaq arası və s. Əkməyin cavabı çıxır adenokarsinoma və s. Onsuz da onu göndərir onkologiyaya və o, bilirsiniz, qeyri-mütəxəssis durub onkoloji prostatı əməliyyat eləyəndə məlum şeydir ki, xəstənin demək olar ki, ömründən kəsir, o düzgün deyil. Bir də bir sual vermək istəyirəm. Bəzi hallarda prostat probleminə əziyyət çəkən bəylərə müəyyən pəhrizlər tövsiyə olunur. Bu nə qədər realdır, bəs bu qədər düzgündür? Prostatda pəhriz... Cinsi pəhriz söhbət gedir. Cinsi pəhriz əgər müalicə olunursa, əlbəttə ki, əgər zöhrəvi xəstəlikdən yoluxmuş prostatitdirsə, o onsuz da pəhriz etməlidir. Çünki 15-20 gün ərzində müalicə getdiyi dövrdə o hər hansı bir insanla cinsi əlaqədə olarsa, həmin o xəstəliyi ötürmüş olur. Onunla keçirmiş olur. Bəs doktor, prostat xəstəliklərinin dermatovenoloji göstərişləri varmı? Prostat vəzi xəstəliklərinin dermatovenoloji göstərişləri, təsirləri varmı? Prostatdan yaranan dəri-zöhrəvi xəstəlikləri də belə deyim. Yox, prostatdan əmələ gələn dəri-zöhrəvi xəstəliklər olmur. Amma dəri-zöhrəvi xəstəliklərindən əmələ gələn prostatitlər mövcuddur. Bayaq söylədim ki, zöhrəvi xəstəliklərdən əmələ gələn prostatitlər, hansı ki, onların hər bir mikroba uyğun prostatitin öz simptomu, öz xüsusiyyəti var ki, hansı ki, onu ancaq dermatoveneroloq, androloqlar müalicə edə bilərlər. Heç bir zaman uroloq götürüb dermatoveneroloji xəstəlikdən əmələ gələn prostatiti müalicə eləyə bilməz. Mümkün deyil. O səlahiyyətində deyil. Çünki səlahiyyət söhbəti getmir. Ya o bacarmaz. Yəni internet açıb dərman preparatı ilə o xəstəliyi müalicə edə bilməz. Yəni, əgər xəstə məsələn qanoreya yoluxubsa, 2 ay müddətindən keçibsə, artıq bu xroniki qanoreyadır. Bunu uroloq necə müalicə eləyə bilər? Axı onu dermatoveneroloqdan başqa heç kim bilmir ki, hansı metoddan onu müalicə etmək mümkündür. Söhbət bundan gedir. Yəni, ora antibiotik verməklə onu müalicə eləyə bilməz. Sağala bilməz. Və yaxud trixomonoz 2 ay müddətdən keçib, artıq bunda xronikidir. Düzdürmü? Buyursun, hər hansı bir qeyri-spesifik həkim, yəni dermatoveneroloqdan başqa qeyri sahənin həkimi dursun mənə xroniki trixomonozu müalicə eləsin. Mümkün deyil ki, eləyə bilsin. Çünki onun öz xüsusi metodları var. İnternetdə bunların müalicəsi yazıla bilməz. Mümkün deyil yazılsın. Siz illərinizi xərcləmişsiniz. Hansı ağıllı insan öz biliyini internetdə ödənişsiz, pulsuz və s. qoya bilər? Heç kim var. Heç kim qoya bilməz. Kim qoya bilər? Kimi ki, qırmağa salmaq üçün, o ataların bir sözü var, deyir, pulsuz pendir sıçan tələsində olur. Həmin o internetdə olan məlumatlar həmin o məsələdir. Eynən. Yəni, oxusun, axırda görəcək. Bu işlə məşğul olan filan kəsdir. Aha, nömrəsini qoyur, getdi, bir 800 manat ancaq müayinəsidir, bir 2000-3000 də belə getdi, yenə müalicə ala bilmir. Niyə? Ona görə ki, o getdiyi həkim bu sahənin həkimi deyil. Ay, yaşayın. Qəbullarına söz düşmüşkən mən qeyd eləmək istəyirəm ki, dəyərli izləyəcəksiniz, bizim qəbullarımız illər öncəsində olduğu kimi doktorumuzun qəbulları, ilkin diaqnostik dəyərləndirmələri tam ödənişsizdir. Həkim qəbuluna hər hansı bir ödəniş ehtiyacı yoxdur və bütünlükdə istər regionlarda, istər paytaxt Bakıdan, istər ölkə xaricindən gələn hər kəs üçün bu keçərlidir ki, Androvet Tibb Mərkəzində Mirzəli doktorun qəbulları illər
illər öncə də olduğu kimi günü bugün də tam təmənnasız da həftənin yalnız bazar günləri, yəni bugün çalışmırıq. Digər hər gün səhər saat 8-dən demək olar ki, sonuncu pasiyentə qədər doktorumuz pasiyentlərini qəbul edir ki, sizə rahatlıqla Andromed Tibb Mərkəzinə, yəni Beynəlxalq Bankın yaxınlığında, Mərdəkanda yerləşən Beynəlxalq Bankın düz yaxınlığındakı Andromed Tibb Mərkəzinə yaxınlaşa bilərsiniz. Bütün proqramlardan yazsanız, rahatlıqla Andromed Tibb Mərkəzinə gələ bilərsiniz. Əgər yaxın günlərdə analizlərinizi vermişsinizsə, ümid edirik ki, düzgün analizlər vermişsiniz. Bizim 050-747-57-57 nömrəmizin WhatsApp adresi də var ki, rahatlıqla WhatsApp üzərindən də bizimlə əlaqə saxlayıb müraciətlərinizi eləyə bilərsiniz. Bütün zənglərə, bütün suallarınıza doktorumuza şəxsən özü cavab verir. Bunu da mütləq hər birinizə hər zaman qeyd eləyim. Doktor, prostat vəzi problemlərini danışırıqsa əgər, prostatla bağlı daha çox pasiyentlər hansı suallara ünvanlayır sizə ki, hal-hazırda əlimizdə fürsət varkən hamısını toplu cavab verək. Gülnar xanım, hər bir pasiyent əgər həkimə müraciət edirsə, gəlib deməməlidir, mənim prostatımdır. Onu həkim müayinə edən zaman aşkarlanır ki, bugün mənə bir yanma xəstə gəlib, biraz dolu oğlan idi. Ay doktor, soyuq deyib mənə, gündə 50 dəfə sidyə yeyirəm. Cavandır, təxminin olardı 35 yaşa, ondan çox ola bilməz. Bəlkə də indi bu sosial şəbəkəni açmışam, ola bilər. Demək, təsəvvüzə götürün. Deyirəm, şəkərim var, deyir, yox. Dedim, oldu. Müayinə elədik, gəldi, çıxdı 350 şəkər. Var imiş. Deməmişəm, bunun şəkəri var, ona görə gün ərzində 30-40 dəfə sidyə gedir. Cavan 35 yaşında oğlandır. Bu elə bilir ki, bunun prostatında hər hansı bir problem var, ona görə sidyə gedir. Prostatı gül kimi, xayalar gül kimi, böyrəyində yüngülvari iltihabı proses var idi. Amma qaraciyər ödmədaltı vəz çox pis vəziyyətdə. Yəni, bunda şəkər artıq əmələ gəlib, ikincili şəkərdir, maddələr mübadiləsi pozuntusundan. Mən həmişə deyirəm, prostatiti əmələ gətirən ikinci səbəblərdən biri endokrinoloji problemdir. Xəstə yoluxur şəkərə, tez-tez sidiyə getməklə bərabər sidik yollarında iltihab prosesi yaranır, həmçinin prostat vəzdə və artıq bu gətirib çıxarır prostatitə, tistitə, uretritə və s. Yəni, bunlar o ilə əlaqəlidir. Ona görə də bu xəstəliklərin belə bir xüsusiyyəti var ki, əgər xəstədə hər hansı bir problem yaranarsa, bunu aptekçi müalicə etməli deyil. Ən çox aiddir bu zöhrəvi xəstəliklərə yoluxmuş insanlara ki, birinci hara gedir? Apteka. Apteka onun evini bir cür yıxır, ondan sonra gedir xalası oğlu, bibisi oğlu, nə bilim, cərrahdır, nə bilim, nədir onlar. Ondan sonra artıq xəstəliyi xronikləşdirir. Ondan sonra başlayır həkim axtarmağa. Çıxır, baxır, verilişlərə çıxan, mən həmişə deyirəm, hər verilişə çıxan həkimin dalınca getməyin. Mütləq. Həkimin dalınca getmək üçün birinci onu araşdırın. Bir baxın da, sosial şəbəkə var da, bir baxın, görün. Əgər 10-undan 9-u bunu tərifləyirsə, ged yanına. Yox, 10-undan 9-u bunu pisləyirsə, bir dənə indi öz qohumu varsa, tərifləyirsə, demək, bu həkim deyil. Yəni, mən bunu alın açıqlığı ilə nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, mən həkim tanıyıram ki, mən açıq deyirəm sizə, qapısında 20 dənə öz qohumunu saxlayır, hərəsinə gününə 5 manat pul verir. Bax, inanın sözümə. Belə şey də var imiş. 2-3 nəfərdən bir oturun, ancaq məni tərifləyin. Bu, belə şeylər də var. Amma mən deyirəm ki, yaxşı həkimi tanımaq üçün ged qapısındakı xəstələrdən sorur. Xəstədən yox, xəstələrdən sorur. Və yad və yaxud doğmanın olmağı çox vaxt bilinəcək. Doktor, bu yaşında bunu da öyrəndim. Bəli. Mən də deyirəm, hər şeyi bilirəm. Bəli, 100 manat pul itirir, günün 1000 manat pul qazanır. Vay, vay, vay. Bəli, belə şeylər var. Belə şeylər də var, dəyərli izləyicilərimiz. Ona görə aldanmayın, heç vaxt heç kimi aldanmayın. Doktorumuzun sayəsində bütün həkimlərin paxırlarını açıb tökür ortalığa. Qeyd elədiyimiz kimi və həqiqətən mən hər zaman deyirəm, bugün ümumiyyətlə proqramımız o qədər axarlı keçəcək və keçir də ki, çünki bugün doğmalarımız yanımızdadır, peşəkarlığına əmin olduğumuz insanlar yanımızdadır. Çox qısa reklam fasiləsinə keçiləcək az sonra. Və mən hər zaman bunu deyirəm ki, bir insan digər insana adi vaxtda, adi sıravi vətəndaş kimi digərinə bir həkim tövsiyə etmək bu çox böyük bir məsuliyyət. Amma bir insan, hələ bir teleaparıcı, bir jurnalist, milyonların qarşısında bir insanı tövsiyə eləmək bu çox böyük bir məsuliyyətdir və o məsuliyyətin altına mən çox sevərəkdən, böyük şərəflə girirəm. Çünki Mirzəli doktoru uzun illərdir tanıyıram, peşəkarlığına bələdəm və adım qədər də əminəm. Ona görə rahatlıqla dəyərli izləyəcəyimiz kim də, dəyərli bəylər də, dəyərli xanımlar, sizin həyat yoldaşlarınız, elə özünüzlə, dəri zöhrənizlə bağlı nə kimi problem varsa, sonsuzluq problemi
problemi, prostat problemi, cinsi problemlər, nə kimi problemlər varsa rahatlıqla bizim Andromed Tibb Mərkəzimizə müraciət edə bilərsiniz. 050 747 57 57 bizim dəyişilməz əlaqə nömrəmizdir ki, ölkə üzrə ən tələbatlı androloqumuz, dermatolog Mirzəli doktor Cəfər Quliyevlə çox maraqlı bir efirin sonuna doğru çatdıq. Çox təşəkkür edirəm sizə doktor. Çox sağ olun. Bugün hardan gəldi, necə keçdik bilmədim. Biz bugün həm elmdən danışdıq, həm helimdən. Həm helimdən, ay yaşayın. Hal-hazırda isə fasiləmizə keçid alaraq ki, çayınızı suyunuzu təzələyəsiniz. Dayaq stulumuzdan, onurğamızdan danışacağıq, amma reklamlardan dərhal sonra izləmədə qalın mütləq. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik dəyərli izləyicimiz. Proqramımızın elə ən birinci dəqiqələrində də qeyd etdiyimiz kimi bugün proqramımız çox axarlı keçəcək. Çünki peşəkarlığına əmin olduğum, dəyər verdiyimiz doktorlarımız studiyamızın özəl qonaqlarıdır ki, artıq son bir neçə həftədir ki, hər birinizin inadla bizdən dəvət eləməyimizi istədiyiniz həkimimizin zamanla uğurlamışıq ki, sizlərin maarifləndirilməsində rol oynasın. Söhbət sözsüz ki, Uğur Tibb Klinikasının təsisçi rəhbəri və ölkə üzrə ən tələbatlı refleksi terapevtdən gedir. Nevroloqumuz Kastaprav Cəlal doktor Hümbətov studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz doktor. Hər vaxtınız xeyir. Necəsiz? Xeyir olsun. Xoş həftə sonu arzulayıram sizə. Bugün bir çox mövzudan danışacağıq. Daha çox izləyicilərin suallarını cavablandırmaq istəyəcəyik. Keçən efirlərimizdən sonra bizə gələn sosial şəbəkə suallarını cavablandırmağa çalışacağıq ki, keçən efirimizdən sonra daha çox sanki protruziya ilə bağlı xanımlar kifayət qədər çox zəng elədi. Bu qrija dediyimiz problemlər günümüzdə sizin sayənizdə artıq biz kəşf eləmişik ki, həddən ziyadə çoxdur. İllər öncəsində deyirdik ki, 2 insandan birində bu qrija problemi, onurğasında disk yırtığı problemi varsa. 80%. İndi 10 insandan 8-i, 9-u bu problemlə əziyyət çəkir, yarıdan çoxu. Nədir bunun problemləri? Deyək, ya zəlzələdən, ya vəlvələdən bu problem yarandı. Bəs bunun qarşısı necə alınmalıdır? Nə etməliyik? Birinci növbədə onu başa düşmək lazımdır ki, onurğa ac qalır, yəni qidalanması pozulur. Deməli, biz şəhər şəraitində az hərəkət eləyirik və yaxud idmanla məşğul olanlar daha çox həddindən artıq yük onurğaya düşmüş olur. Deməli, ya ayaq üstə çox dururuq, ya çox otururuq. Hər iki halda da. Çox oturan elə bilir ki, çox oturur, istirahət edir. Çox oturanda belə. Deməli, ayaq üstə duranda deyək, uzananda deyək, fəqərələr arasındakı təzyiq tutaq 20-yə bərabərdirsə, ayaq üstə duranda 100-ə bərabərdirsə, əyləndə ayaq üstə, əyləndə 200-ə bərabərdir, oturanda 180-ə bərabərdir. Təsəvvür edək ki, oturduğun yerdə nə isə götürəndə 230-a bərabərdir. Və yaxud biz əyilib nə isə bir şeyi götürəndə, bir yükü götürəndə, tutaq ki 10 kiloqramlıq bir yük 8 dəfə çox bizə təsir edir. 10 kiloluğu götürürsən 80 kiloluq təzyiqi var. Ona görə də deməli burada indi təsəvvür eləyin ki, deyək, onurğa sütunu çox möhkəmdir. Çox, necə deyir, korset, onurğanın korseti özünün də təbii korset. Korset deyəndə elə bilər, korset geyinmək yox. Onurğanın öz korseti nəyə görə? Anatomik korset, çünki fəqərələr həm bağlardan bağlanır, həm əzələlərdən bağlanır, vətərlərdən bağlanır. O korset o qədər güclüdür ki, 3 tona qədər yükü saxlaya bilir. Amma deməli, təsəvvür edin ki, fəqərələr arasındakı təzyiq kamazın şinində olan təzyiqdən çoxdur. Kamazın şinində 5-6-dırsa, təzyiq burada 9-10-a yaxın olur. Hətta. Təsəvvür eləyin. İndi bu təzyiq dediyimiz bu yük onurğaya düşürsə, onurğaya düşəndə o fəqərələr arasındakı həmin o bağlar bunu saxlamır. Nəyə görə? Çünki əgər biz az hərəkət eləyiriksə, deməli, onurğanın qidalanması nəyə görə dedim ki, aclıqdan olur? Onurğanın qidalanması... Aclıq yəni belə yemək içmədə söhbət getmir. Yox, yemək içmədən söhbət getmir. Onurğanın aclığından söhbət gedir. Nə deməkdir bu? Deməli, az hərəkət edirik deyə və ya müəyyən bir vəziyyətdə çox dururuq deyə qidalanma pozulur. Deməli, nə lazımdır? Necə lazım? Necə qidalanır? Bu qidalanma əzələnin hərəkəti ilə baş verir. Əzələ hərəkət etməsə, oradan əzələ toxumarası mayi gəlməsə, o amortizasiya rolunu oynayan o qişa qidalanmır, ondan sonra fəqərələrin özü qidalanmır. Beləliklə necə olur? Protruziyalar əmələ gəlir. Protruziya nə deməkdir? Sürüşmədir. Yox, protruziya oturmadır, kompressiyadır. Yəni fəqərənin bir-birinin üstünə oturmasıdır. Bu da əgər o amortizasiya rolunu oynayan, deyək o disk qidalanmalıdır ki, yumşaq olsun, elastiki olsun.
qidalanmırsa bu yavaş-yavaş zaman-zaman quruyur. Zaman-zaman quruduqca həm hündürlüyü azalır, həm də orada mikrotravmalar, çatlar əmələ gəlir. Ona görə də deməli qidalanma ən vacib şərtlərdən biridir. Bütün onurğa problemlərinin əmələ gəlməsində böyük rolu 90%-ə qədəri təsəvvür edin ki, qidalanmadan olur. Sonra bayaq dedim ki, deyək, çox oturanda, çox ayaq üstə duranda, burada miyofascial sindrom var, bunun payına çoxu düşür. Bəs doktor, protruziyadan sonra mütləqmi qrıja problemi yaranacaq? Deməli, Deyirlər bəzi halda sanki protruziya tramplin rol oynayır da qrıjaya keçid. Bəli, protruziya deməli bu realdır, həqiqətən də belədir. Bax, osteoxondrozdur, protruziyalardır, qabarmalardır, batmalar, sağa meyilli, sola meyilli sürüşmələr və s. Bunların hamısı qrıjadan, yırtıqdan əvvəl əmələ gələn proseslərdir. Deməli, orada hazırlıq gedibdir. Deyək, bu kompresiya olunubdur fəqərə bir-birinin üzərinə. Biraz da çox kompresiya olanda qrıj əmələ gəlir və yaxud kompresiya o bir tərəfə rotasiya, yəni dönəndə bu qrıjalar əmələ gəlir. Bu deməli hazırlıqdır. Elə bil ki, mina qoymusan, mina lazım olan vaxtı partlayacaq. Ay, sağ olun. Ona görədir. Bəs bir məqama toxunmaq istəyirəm ki, protruziya ilə bağlı, protruziyanın qrıjaya keçməməsi üçün erkən mərhələdə bunun ağrımı verir, simptomu necədir protruziyanın? Deməli, protruziyalar... Məsələn, qrıjanı deyirsə ki, ayaqlara vurur da, düzdürmü? Protruziyalarda deməli 3 mm-ə qədər əgər qabarman varsa, yazılır protruziya 3 mm. 3 mm-dən yuxarı qrıja sayılır. Ona görə deməli 3 mm deməli hələ az qabarma olubdur. Bəziləri onu da qulaq ardı eləyirlər. Qulaq ardı eləyirlər. O protruziya belə əgər sinirə yaxın olarsa və yaxud da onurğa beyninə yaxın olarsa, o sahələrə yaxın olarsa, o yaxın olan sahələrdə müəyyən ağrılar verə bilir, müəyyən hərəkət zamanı diskomfortlar verə bilir. Ona görə də bunu gərək vaxtında aradan götürmək lazımdır. Hansı sahədə olmasa nasıl olaraq simptomatikalar verir və bunu vaxtında götürmək çox rahatdır, asandır. Protruziya ilə fəqərsiz disk yırtığı olan şəxslər üçün fiziki məşqlər hansı şəkildə seçilməlidir? Deməli, protruziyası, bilirsiniz, bu məşqlərin demək olar ki, heç biri əhəmiyyəti yoxdur, xeyri yoxdur. Nəyə görə? Nəyə görə? Müəyyən müddət məşqlər eləyəndə, deyək, fəqərələrin qidalanması normallaşır, çünki hərəkətdən normallaşır, özünü yaxşı hiss edirsən. Amma əgər protruziya varsa, temboli yırtıq varsa və yaxud o dediyim kimi sürüşmə varsa, osteoxondroz varsa, qabarma, batma, çıxma, sağa, sola meyilliklər varsa, burada mütləq və mütləq fəqərəni düzəltmək lazımdır. Öz anatomik vəziyyətinə gətirmək lazımdır, korreksiya etmək lazımdır, repozisiya etmək lazımdır. Onları etmirsənsə, demək olar ki, onların əhəmiyyəti yoxdur. Bax, bu gün bura gəlməyim, gecikməyimin səbəbi bir həkim yoldaşım öz uşağını gətiribdir. Özü də bu işlərdən biraz məşğul olan adamdır. Baxır, deyirəm ki, bilirsən, istənilən bir şey etməklə bu alınmayacaq. Yalnız və yalnız biz bunu korreksiya eləməliyik. Onu korreksiya eləyəndən sonra uşaq özünə gəlib, o da baxıbdır. Nə idi qrıja problemi? Orada deməli nə vardı? Skalyoz, birinci dərəcə skalyoz vardı. Bir də ağrıları var. Döş qəfəsində boyunda ağrıları vardı. Onları korreksiya eləyən kimi o ağrılar getdi. Ağrılar getdi. Bir-bir hamısını. Burada varmı, burada varmı, hamısının ağrısını götürəndən sonra uşaq durdu, gülə-gülə getdi. Yəni ki, məsələ, məqsəd ondan ibarətdir ki, əsas səbəbi aradan götürmək lazımdır. Əgər o səbəb orada qalırsa, bunu dəfələrlə mən deyirəm, əgər o səbəb orada qalırsa, istənilən bir işin mənası yoxdur. Olar, müəyyən qədər, müəyyən vaxtda, bir aya, 3 aya, 5 aya, 1 ilə, 3 ilə olsun. Bəzən, bugün bir xəstə mənə deyir ki, mən deyir, ağrıyırdım, mənə deyir, bir dənə blok yum yazdılar, o blok yumu elədim, ondan sonra ağrılarım getdi, 1-2 ildə ağrımıram. Nə dərəcədə realda ağrı kəsici ilə sakitləşmə? İndi nədir bəs şikayətin? İndi bir sənə var, indi mənim dizim ağrıyır, topuğuma qədər vurur. Deyirəm ki, bəs belədir də, orada autoimmün reaksiya gedir. Ona görə o siniri sıxır, o sinirin kökündə iltihab yaradır. İndi ona sən iynə dərman eləməyəndə daha tez. Deyirəm ki, sən onu etməsən belə bir həftədən 10 gündən sonra o ağrılar azalacaqdı, gedəcəkdi öz-özünə. İndi sən eləmirsən deyə
Görürsünüz necədir? Mən bəlkə deyirəm ki, iynə dərman etmək olmaz. Niyə? Yəni buna dözəsən. İndi o məlumdur ki, deyək, ağrı şokuna düşmək söhbəti olarsa, iynə eləmək olar. O heç o təcili yardımdır, bu intensiv terapiyadır və s. və ilə axır. Amma ki, etməsən bir həftə 10 günə o autoimmun reaksiya sönəcəkdir. Orada olan o qrija deməli, onurğanın vəziyyətindən asılı olaraq onu biraz yüngülləşdirəcəksən. Orada deməli damarlaşma prosesi gedəcəkdir. O cilalanacaqdır, yumşaq və ya sorulub gedəcək, ya da ki, sorulmasa belə həcmcə azalacaq. Azalacaq və yumşaq olacaqdır. Amma iynə dərman eləyəndə orada fibroz dəyişikliklər gedir. Niyə? Çünki biz orqanizmə imkan vermirik ki, o öz funksiyasını yerinə yetirsin. Biz axıb klassik təbabət belədir də. Temperaturan var, temperaturanı aşağı salmaq lazımdır. Təzyiqin var, təzyiqi aşağı salmaq lazımdır. Amma toxunmaq başın ağrır, baş ağrı dərmanı iç. Amma ki, bunun səbəbi, o səbəbləri oradan götürmək lazımdır. Yoxsa nəticə ilə məşğul olmaq artıq ikinci planda. Nəticə ilə məşğul olmaq bəli, həmişə də belədir. Aha, indi niyə? Yenə klassik təbabət bu saydığımız bu protruziya sürüşmələrdən az məşğul olur. Deməli, yırtıqla məşğul olur. Niyə? Çünki burada ağrı var, nəticədir. Nəticənin üstündə başlayır oynamağa. Nə edərik? Bəzən hələ bəziləri deyirlər ki, biz bu qrijanı, bu yırtığı sordurma ilə məşğuluq, sorduracaq və s. və ilə axır. Amma çox maraqlı bir şeydir. Mən deyirəm, misal üçün, əgər diş pastasını sıxmışsan, çıxıbdır. İndi sən onu geri sala bilərsən. Həmin qrijanın sorulması da həmin şeydir. Aha, biz eləyəndə bizim metodda bəs necə olur? O qrijan necə olur? Bax, görürsünüz necədir. Deməli, əgər dedik ki, fəqərə yerini dəyişibsə, orada siniri sıxır. Biz onu aralayanda, yerinə qoyanda, anatomik vəziyyətinə gətirəndə qidalanma bərpa olunur. Qidalanma bərpa olunandan sonra orqanizm özü həmin o defisiti, o çatmazlığı yerinə qoymağa, onu yerini doldurmağa səbəb olur və deməli bir dəfəlik o məsələ həll olunmuş olur. Kökündən həll olunmuş olur. Dəyərli izləyicilər, proqramımızın bu yerində qeyd eləmək istəyirəm ki, verilişimizin birinci yarımsında qeyd elədim ki, həqiqətən də günümüzdə həkim tövsiyə eləmək çox ağır məsuliyyətdir. Amma mən bu məsuliyyətin altında çox gözəl formada əlimi qoyuram, belə 10 əlimi birdən qoyuram. Çünki həqiqətən də tam inanaraq, güvənərək sizlərə tövsiyə edirəm. Çox şükürlər olsun ki, bugünə qədər yalnız təşəkkür mesajları gəlib mənə. İstər sosial şəbəkəyə, istər qaynar xəttimizə həmişə təşəkkür mesajları gəlir Cəlal doktor üçün də və digər tövsiyə etdiyim tək-tük barmaq sayı 2-3 qonağım var ki, onlardan biri birincisi də Cəlal doktordur ki, dəyərli izləyəcəyimiz qansız, kəsiksiz, əməliyyatsız, ağrısız, ən qısa zamanda bir neçə günə, hətta bir neçə seansa qrija probleminizdən hansı fəqrənizin arasında yerləşmənizdən asılı olmayaraq qansız, kəsiksiz bunun əməliyyatsız bir çarəsi var ki, o da məhz elə Uğur Tibb Klinikasında Cəlal doktorun qəbulundadır ki, bütün suallarınıza, bütün zənglərinizə şəxsən özü cavab verir. Elə hal-hazırda efirimizin bitdiyindən dərhal sonra siz əlaqə saxlasanız, doktorumuz sizin zənglərinizə şəxsən özü cavab verəcək ki, 070 634 94 02 yalnız bir əlaqə nömrəmiz var ki, zənglərə doktorumuz şəxsən özü cavab verir və WhatsApp nömrəmiz də bu nömrədə qeydiyyatdadır ki, yaxın günlərdə hər hansı bir KT, MRT cavablarınız varsa, həmin o cavablarınızı göndərin bu nömrənin WhatsApp-ına 070 634 94 02 həftənin bazar günü istisna olmaqla həftənin bütün günləri səhər saatlarından sonuncu pasiyentə qədər doktorumuz Uğur Tibb Klinikasında fəaliyyət göstərir. Uğur Tibb Klinikası hardadır deyə sual verirsinizsə, doktorumuzun ünvanını da qeyd edeyim sizlərə. Nizami küçəsi 45 adresində yerləşir və İçərişəhər metro stansiyasının düz yaxınlığında, Daxili İşlər Nazirliyinin arxasında yerləşir. Sum kimi tanıdığımız mərkəzi univermağın yaxınlığında, dediyim kimi Nizami küçəsi 45 adresində yerləşir. Öncədən əlaqə saxlasanız biz sizə ünvanı rahatlıqla sosial şəbəkə üzərindən, WhatsApp üzərindən göndərə də bilərik. Bu xüsusda doktor, qrija problemi, protruziya problemi bizim daxili orqanlarımızla hər hansı bir əlaqəsi varmı? Deməli, o daxili orqanların əlaqəsindən savayı mən istəyirəm protruziyanın əmələ gəlmə mexanizmini izah eləyək ki, bu biraz təsəvvür yaransın. Anlaşılır dildə, biz də təsəvvür eləyin ki, fəqərələrin arasında deməli fibroz həlqə var. Həmin o amortizasiya rolunu oynayır və ortasında nüvə var, pulpoz nüvə var. İndi təsəvvür eləyin ki, deməli fəqərələr bir-birinə yaxınlaşır. Bir-birinə yaxınlaşanda hər hansı bir tərəfdən sıxırsa, o birisi tərəfə bu pulpoz nüvəni hərəkət elətdirməyə çalışır, sıxır. 1, 2, 3, 5 bir müddət o sıxanda həmin o fibroz həlqəni də bu sıxa bilir. Sıxa biləndə yavaş-yavaş o məqama gəlib çatır ki,
bu deməli qabarma verir. O qabarma verir və sinirin kökünə yaxın sahəyə düşmüş olur. Bəli. Sinirin kökünə yaxın olan sahədə sinirin kökü sıxılırsa, burada deməli müəyyən qədər autoimmun reaksiya gedir. Orada iltihab əmələ gəlir. İltihab əmələ gələndə orada şişkinlik gəlir. Şişkinlik əmələ gələndə ağrıları verir. İstənilən bu protruziyalar, yırtıqlar və s. hansı sahədə olmasından asılı olaraq bizim onurğada fəqərə arası sahələrdən çıxan sinirlər müəyyən bir sahələri, müəyyən bir orqanları innervasiya eləyir. Qidalandırır. İnnervasiya eləyir da, yəni sinir innervasiyası eləyir. Əgər hansı sahədə olmasından asılı olaraq, bəli, deməli başda, boyunda, yuxarı ətrafda, döş qəfəsi orqanlarında, qarın orqanlarında, çanaq orqanlarında, aşağı ətraflarda, aşağı oynaqlarda və bunların hamısında müəyyən bir əlamətlər baş verə bilər. Daxili orqanlarda da xüsusilə, əlbəttə, daxili orqanlarda hər bir fəqərənin arasında hansı sahəni innervasiya edən sinirlər var. Misal üçün, mənə deyəndə ki, mədəmdə ağrı var, mən 5-ci qaburğası sahəni yoxlayıram, fəqər arası sahəni. Deyəndə diafraqmı tənk nəfəsim var, deyək 8-ci fəqər arası sahəni yoxlayıram. Deyəndə ki, ürək döyünməm var, tutaq ki, 2-ci döş qəfəsində qaburğası sahəni, ya 3-cü, mən boğulma varsa 3-cünü, yəni bunlar hamısı bir-birindən əlaqədir. Bəli, bir-birindən əlaqədardır. Orada olan problemlər həmin şeyi törətmiş olur. Ona görə birinci növbədə diaqnostika eləyəndə gərək onurğa nəzərə alına. Onurğa nəzərə alınmırsa, elədiyin problem, apardığın müalicənin əhəmiyyəti yoxdur. Doktor, bəs siz yadınızdadırsa, mən bir androloqla debatda olmuşam. Mən onu soruşmuşam ki, sənin xəstələrin nə deyirsənmiş ki, MRT eləməkdir? Hə, deyirəm. Xəstələr qəribə gəlir xəstəyə, mən gəlmişəm, deyək, bu androloji çatmazlığa görə məni MRT-yə göndərirlər. Amma görün necədir. Bel fəqərələri, 3-cü bel fəqərəsi, L5-S1, buradan çıxan sinirlər kələf əmələ gətirirlər, büzdüm kələfi, orada olan daxili və xarici cinsiyyət orqanlarının innervasiya edən sinirlər var. Əgər burada problem varsa, innervasiya pozulubsa, cinsi problemlər də cinsi problemlər əmələ gələcəkdir. Mütləq. Birisi nədir? Yəni ki, bu problemləri həll etməmiş, onurğadakı problemləri, obisini həll etmək, yəni müvəqqəti olaraq qısa bir müddətə nəticə ala bilərsən, amma kökündən həll etmək lazımdır. Mən deyək, bizə gələn o onurğa ilə şikayəti olan xəstələrə həmişə deyirəm ki, 1-2 gün deyirəm hazırlıq olacaq, 3-cü gün korreksiya eləyəcəyik. Deyəndə ki, məndə filan şikayətlər var, deyirəm ki, baxaq, onurğadan asılılığı varsa, bu əlamətlər gedəcək. Amma çox heyif ki, birinci növbədə onurğadan asılılığı olur, amma uzun müddət qaldığına görə həmin o sahədə degenerativ dəyişikliklər əmələ gəlmiş olur. Sinirlərdə atrofiyalar əmələ gəlmiş olur. Ona görə də onurğanın düzəldiyində o sahəyə təsir etmir. Amma birinci başlayanda onu eləsən onurğa ilə hər problem həll olunmuş olur. Bir məqama toxunum, sonra doktorumuza sualımı səsləndirmək istəyirəm ki, doktorumuz artıq uzun illərdir bu sahədə fəaliyyət göstərir. Artıq 40-lə yaxındır ki, sırf onurğanı A-dan Z-yə qədər hər şeyini araşdırır və dayanmadan özlərində bugün də möcüzələr yaratmağına baxmayaraq yenə də özlərində çalışır ki, şəxsən özümün tanıdığım əlil arabasında gedib də öz ayaqlarıyla çıxıb qayıdan en qədər insanları tanıyıram ki, rahatlıqla siz də heç də dərmanlara, iynələrə, əməliyyatlara getmədən, hətta əməliyyata getmişsinizsə də belə yenidən yaranırsa ki, əksər insanlarda əməliyyatdan sonra qırca problemi yenidən yaranır. Rahatlıqla gəlin, nə xoşulardır ki, əməliyyata getməmiş müraciət edərdiniz. Çünki doktorumuz bəzən adətən həkimlərdən soruşanda klassik təbabətdə deyirlər ki, tibdə zəmanət yoxdur. Tək-tük həkimlərdəndir ki, doktorumuz deyir ki, mənim pasientlərimə zəmanət verirəm. Yəni, sizlər də tam zəmanət verilərək qəbullara gəlin. Əgər onun öhdəliyinə götürdüsə, siz sevinin papanızı göyə atın, necə deyərlər. Çünki nadir hallarda olur ki, doktorumuz pasientlərini belə deyəndə kənarlaşdırır ki, bu mənlik deyil. Bəli, əməliyyatın çatmamazlığını deyim. Əməliyyat təsəvvür eləyin, burada yırtıq əməliyyat gəlir. Yırtıq nədir? Həmin dediyim o fibroz həlqə. Nəticəsi? Deməli, fibroz həlqə pulpoz nüvə, o dağılıb, tökülübdür, ya çıxıbdır, siniri sıxır. Bəli. İndi burada onu cərrahlar kəsib götürürlər. Birincisi, həmin amortizasiya edən maddənin orada çatmamazlığı var. Dolmalı da ora. Yaxşı, bunu kəsib çıxartdın. Onda həmin o fəqərə tam oturmayıb,
tam yerində deyil. O fəqərə hərəkət eləyəcəkdir. Fəqərə hərəkət eləyəcəksə, gec-tez ona görə əməliyyatdan sonra ağrılar getmir və ya gec-tez təzədən ağrılar Başqa əmələ gəlir. fəqərlərdə yaranır. Deyək, bizə müraciət edən xəstələrin içərisində 2 dəfə əməliyyat olunan var, 3-cü dəfə əməliyyata getmək istəyib. Kimsə deyib, nəsə gəlib, o gün gəlibdir, hər şey əladır, hər şey superdir, yaxşılaşıbdır. 3-cü dəfə getmədi əməliyyata. 3-cü dəfə kimsə deyib, gəldi, ona kömək elədik, getmək, qoymadıq getmək. Allah'a gətirir. Yəni, ondan savayı əməliyyat olunursa, deməli, əməliyyat, ora giriş var da, giriş. Birinci növbədə gör necədir, nəyə görə deyirəm fəqərənin stabil olmur, oynayır. Ona görə ki, orada olan bağlar kəsilməlidir. Dostluqda giriş olması üçün, ora çatması üçün. O bağlar kəsilməlidir. O bağlar kəsiləndən sonra əzəllər, bağlar kəsilməlidir. Bu dəri altında olan bütün o qatlar, sinirlər, bütün damarı, hər şey kəsilməlidir. Sonra orada bir möhkəm bir çapıq toxması əmələ gəlir. Doktor, bir məqamda çapıq da vay, silir də, kəsilir də. Bir də pozulur və mütləq gələcəkdə ondan yuxarıda problemlər yaranır. Mütləq mən nəyə vurğulayam? Bax, bizim keçən efirimizdən sonra da vurğulayan insanlar oldu ki, qrijanın ölçüsü var. Elə insan var ki, deyir 2-3 millimetr, elə insan var 3 santimetr. Yəni, fərqli ölçülərdə olur da. Bu ölçünün bizim müalicəmizə bir təsiri varmı? Deməli, ölçünün bir o qədər də təsiri yoxdur, onun hansı sayıda olmasının böyük təsiri var. Misal üçün, cərrahlara, bəli, cərraha müraciət etmək lazımdır. Cərrahlar kömək eləyirlər. Tutaq ki, amma ən son həddə foraminal yırtıqlar var, yəni ki, onurğa beyninə tərəf çıxan, sonra deməli sinir kökünü sıxan, amma çox böyük sinir kökünü sıxan yırtıqlar var, onda müraciət eləmək olar. Əsas cərrahlara müraciət eləməyəni onları da sadalayayım ki, bilsinlər bizim cəmaat. Deməli, birdən-birə 2 ayağında tutulursa, keyləşmə olursa, 2 ayağında da keyləşmə olursa, deməli, bu ağrılar adətən budun içərisinə vurursa, sonra düz bağırsaq nahiyəsində yanma hissi çoxdursa, sonra böyük və kiçik bayıra çıxma problemi yaranırsa, mütləq təcili olaraq deməli, cərrahlara müraciət etmək. Çünki orada ya foraminal, ya da ki ən son həddə də artıq, yəqin ki, o 1-2 faiz ya da sekvestra olunan yırtıq var. Ona görə bunlara görə mütləq müraciət etmək lazımdır. Doktor. O birisi hallarda, deyək, o ağrıdır, ağrıya dözürsən, sonra hematologda görürsən nə dərəcədə sıxıb, o hallarda da olar, amma əsas bu halı nəzərdə tutmaq lazımdır. Biz dünən sosial şəbəkəmizdə, şəxsən öz səhifəmdə də və Gümrah Həyatın səhifəsində də qeyd etdik ki, doktorumuz gələcək kimi suallarınız var və izləyici suallarını yazmışıq biz, özümüzdə qeyd eləmişik. İstəyirəm sizə həmin o sualları səsləndirim. İzləyici sualımız var ki, 25 yaşı var xanımın, 4 millimetrlik disk yırtığı, beldə və ayaqda kəskin ağrıları var, xüsusilə də oturanda və ayağa qalxanda şiddətli ağrılarım var. Bu səbəb ola bilərmi 4 millimetrlik disk yırtığı? Niyə olmur ki? 3 millimetrdən yuxarı disk yırtığıdır, orada siniri sıxır və vəs. Ayağım deyir, şiddətli ayağa qalxanda şiddətli ağrılarım olur. Yəni, o ağrılar o qrija çıxan tərəfdə sinirin kökü sıxılır, o tərəfdə də ayaqda həmin simptomatikanı verir, özü də hansı fəqərə arasındakı diskdən çıxmasından asılı olaraq. Tutaq ki, L5-S1-dədirsə dabana kimi, ayaqlara kimi, barmaqlara kimi verir. Tutaq L4-də, L4-L5-dədirsə dizə qədər. Ondan yuxarıdadsa bu çanaq oynağında və s. Soruşur ki, 32 yaşım var Cəlal doktor, 2 millimetrlik kiçik bir protruziyam var, amma ayaqlarımda keymi var. 2 millilik protruziya ayağımda keymiyə səbəb ola bilərmi? Onun olduğu sahədən asılıdır və hərəkətdən asılıdır. Əgər 2 millimetrdirsə, hər hansı bir hərəkətdə, bəli, o sinir kökünə yenə təzyiq eləyə bilər, ağrı verə bilər. Sualımız belədir ki, L5-S1 fəqərəsindəki 5 millimetrlik yırtıq aşkarlanıb, sinir kökünə də sıxılma var. Belə bir vəziyyətdə sinir sıxılması ağrının şiddətini necə artırır və əməliyyatın vacib olub-olmadığını necə anlamaq olar Cəlal doktor soruşur. Orada əməliyyat etməmək də olar. Niyə görə? Çünki birincisi həm yırtıq balacadır, L5-S1-dədir. Onu deyə korreksiya eləyib o məsafəni artırsan. Doktor, sizin əlinizdə 2 vur 2 deyə o. Artırsan, məsafəni artırsan, orqanizm özü bayaq dediyim kimi onu
cilalayıb aradan götürür. Ay, sağ olun. 17 yaşlı qızımda 25 dərəcəli əyilmə var, yəni skalyozu var qızımın. Əməliyyatsız tam bərpası mümkündürmü Cəlal doktor Deməli, soruşur. 25 dərəcəyə qədər tam mümkündür. 25 dərəcəyə qədər. Mümkündür. Dəyərli izləyicimiz, Birincili, ikincili skalyozlarda mümkündür. Amma orada deməli skalyozlar belədir. Anadan gəlmələri var, qazanılmaları var. Bir də başqa xəstəliklər fonunda əmələ gələni var. Misal üçün polimieliti var, misal üçün raxiti var, misal üçün vərəmi var, misal üçün deyək onkoloji xəstəlikləri var və s. və ya deyək uşaq iflici var və s. Bu fonda gələnlər əsas xəstəliyi müalicə etmək lazımdır. Amma onlar az faiz eləyir, çox Allaha şükür ki. Amma qazanılanlar çox faiz təşkil edir və onları deməli müalicə etmək mümkündür. Dəyərli izləyicimiz, bütün suallarınızı səsləndirməyə çalışıram, amma yenə də əlavə sualınız varsa sizlərə istiqamətləndirəcəm. Yeganə ünvan var. Suallarını səsləndirdiyim və yaxud da canlı efirə qoşulmaq istəyib qoşula bilməyənlər 070 634 94 02 sizlərə xidmət göstərən yeganə əlaqə nömrəsidir ki, sualımı səsləndirmək istəyirəm. Sosial şəbəkədən gələn izləyici suallarından biri də budur ki, L5 S1 bölgəmdə 5 mm disk yırtığım var və ağrı ayağımın ön hissəsinə vurur. Başqa bir həkim bu yırtığın ayağa vura bilməyəcəyini deyir, amma ağrılar periodik davam edir. Cəlal doktor nə tövsiyə eləyərdi? Ayağın ön hissəsinə, əgər budun ön hissəsinə vurursa, bəli, orada təkcə L5 S1-dəki, bax, məsələ ondan ibarətdir. L5 S1-dəki yırtıq ayağa qədər vura bilər. Budun ön hissəsinə vurursa və ya arxa hissəsinə vurursa, onu da axtarmaq lazımdır. Yuxarı döş fəqərələrində protruziya var. Orada problem var deyə bura vurur. Yəni, hər bir ağrının hansı fəqərənin verəcəyi söhbət var. Ancaq burada deməli, klasik təbabətlə belə izah edəndə sinirin gedişi ilə ona uyğun gəlmir. Adətən təsəvvür elə ki, arxa tərəfdə olan, dizin arxasında olan ağrıları çox vaxt dizin özündə olanı 4-cü, 5-ci verir. Dizin içəri üzündə olanı 4-cü verir. Təsəvvür etsən, arxasında olanı deməli, döş fəqərələri verir. Ona görə o deyir ki, ayağımı aça bilmirəm, ayağım açılmır. Bunu verən döş fəqərələridir. Bu da heç bir sinirlə izah olunmur. Burada yalnız miofascialni sindrom var, fascialni izah olunur. Ona görə onları korreksiya eləyəndə fasciyadakı o spazm gedəndə, əzəldə spazm gedəndə buraxır. Mən istəyəcəm son suallarımı səsləndirim. Mən qeyd edeyim ki, dəyərli izləyicimiz, bu və digər problemlər zamanı rahatlıqla və tam etibar eləyərək işini zəmanətlə görən doktorumuza müraciət edə bilərsiniz ki, 070 634 94 02-dir bizim əlaqə nömrəmiz. Bu sualı səsləndirim ki, qeyd edir izləyicimiz, 25 yaşım var, cavan insanlardılar hamısı. Yazıb 25 yaşım var, bəydir, sualı səsləndirən, sualı yazan L3, L4 və L4, L5 arasında bir neçə disk yırtığı aşkarlanıb. Yırtıqların ölçüləri 3, 4, 5 mm aralığındadır. Bu kimi bir neçə yırtıq eyni anda müalicə etmək mümkündürmü, doktor soruşur? Əlbəttə mümkündür. Eyni anda. Deməli, bir-bir eləmirsiniz. Təqribən bir-bir yox. Eyni anda da olur. Deməli, təqribən 70-ə yaxın yaşı var. Kürdəmir rayonundandır, bir nəfər gəlibdir. 3 dənə yırtıq belindədir, 3 dənə də yırtıq boynundadır. Eyni anda elədir. Eyni anda, bəli, korreksiya eləyəndə özdə boyun ən təhlükəlisidir. Eyni anda olunur. L5 S1 səviyyəsində 4 mm disk yırtığı və 2 mm protruziya tapılıb. Həm yırtıq, həm protruziya sinir kökünü sıxarsa müalicə yanaşması dəyişə bilərmi, məndə soruşur? Yox, o sinir kökünü sıxırsa ümumiyyətlə prinsip eynidir. Əsas məsələ fəqərəni korreksiya eləmək lazımdır ki, oranı sıxmasın. Bir də orada dediyim kimi, bəyək orada sıxanda o yırtığın yaratdığı iltihab prosesi var. O iltihab prosesini, yəni bərpasını gözləmək lazımdır ki, o müddətə orqanizm özü onu sakitləşdirsin. Doktor, biz bugün bir çox mövzulardan danışdıq, amma həmişə kimi öz suallarım da qaldı, izləyici sualları da qaldı. Dəyərli izləyicimiz, sizdə istiqamətlənəcək yeganə ünvan, yeganə əlaqə nömrələri, yeganə koordinatlar var ki, bu nömrənin həm WhatsApp-ı var, həm əlaqə nömrələrimiz sizlərin xidmətindədir və 5 dəqiqə sonra əlaqə saxlasanız, doktorumuz bütün suallara rahatlıqla özü cavablandıracaq ki, 070 634 94 02-dir. Sizlərə istiqamətlənəcək yeganə ünvan. Çox təşəkkür edirəm sizə. Nə kimi tövsiyəniz var izləyicilərimizə? Bu bel ağrılarına əziyyət çəkənlərə? Baxın, deməli, bir nəfər həm də müğənnidir, Rusiyadan gəlibdir, deyir, bütün Rusiyada çox yerdə olmuşam. Bunun deməli, bütün
fəqərələrində bütün deməli onurğada problemlər var. Aha. Hə, bu çox yerdə olub, neçə illərdə ağrıyır. Hər yerdə də müalicə olunubdur. Ta demək Azərbaycan qalmayıb, Rusiya qalmayıb. Hə, mən dünən onu korreksiya elədim. O qədər razı deyirəm, yox, sən mənə düzünü deyirəm. İndiyə qədər etdiyin müalicələrdən bu dərəcədə xeyir görmüsən. Deyə Allahım haqqı, bənnam haqqı yox deyir. Başqa nə desin axı? Başqa nə desin? Yəni onun tövsiyəm ondan ibarətdir ki, doğrudan onurğanı ac qoymaq olmaz, hərəkət eləmək lazımdır. Bəli, istirahət də vermək lazımdır ki, əsas orqanizmin sağlamlığı onurğadan asılıdır. Onurğa sağlam olursa sağlam olursan. Və onurğamız sağlam olarsa qamətimiz də gözəl olar, özümüz də sağlam olarıq və hər zaman da qamətli görünərik. Qeyd eləmək istəyirəm ki, ölkə üzrə ən tələbatlı və işini zəmanətlə görən Kastapravımız Uğur Tibb Klinikasının təsisçi rəhbəri və baş həkimi sözsüz ki, nevroloqumuz, refleks terapeutimiz Cəlal Dr. Ümbətovla çox maraqlı bir həftənin sonuna doğru çatdıq. 070 634 94 02 sizlərə istiqamətləndirəcəyimiz yeganə ünvandır. Zəng eləyin və bütün onurğa problemlərinizi, disk yırtığınızı, qrıja problemlərinizi, protruziyyanızı hamısını keçmişdə qoyun. Bu həftəlik bu qədər. Özünüzdən və dayaq sütununuzdan, onurğanızdan müğayət olun. Xudahafiz.